Hello everyone, hər kəsə salam, əziz 5-cilər. Növbəti izah videomuzla qarşınızdayıq. Bugünkü izahımız Unit 7, What's he wearing? O nə geyinir başlığı altında olacaq. Bu unitdə biz nələr öyrənəcəyik? Talk about clothes, geyimlər haqqında danışmağı, iki nəfər dostun arasındakı söhbəti, dialoqu dinləyəcəyik, chatı dinləyəcəyik. Listen to friends describing his sister. Bir dostu dinləyəcəyik, bacısını təsvir edən bir dostumuzu. Learn about the bedons haqqında öyrənəcəyik. Talk about an image of someone's clothes. Kiminsə deməli geyimini biz image, yəni təsvir etməliyik kiminsə geyimi haqqında. Bu unitdə biz bunları öyrənəcəyik. Gəlin başlayaq. İlk mövzumuz vocabulary in context olacaq. Burada bir vocabulary'miz var. Gəlin həmin vocabulary'ni öyrənək. Jacket elə bir dəqiqə pencək olacaq. Pants, şalvar, shoes, ayaqqabı, shorts bildiyimiz short, sweatshirt qalın yun köynəkdir. T-shirt isə qısa qol köynək adlanır ingiliscədə. Gəlin başlayaq. A big red sweatshirt, blue jeans, a black jacket, bizim kurtkamız, green pants, daha sonra nə qaldı? Shorts, white shorts, white sneakers, sneakers idman ayaqqabısıdır. A red and blue shirt, shirt adi sadə köynək, t-shirt isə qısa qol köynəkdir. T-shirt. Bu S hərfidir. Black burada shoes mu veriblər? Baxaq. Shoes, bəli. Bəli. Tamamladığımıza görə davam edirik. Which clothes in the photos in exercise 1 do you like? Tell your partner. Deyir ki, şəkildə, birinci tapşırıqda şəkildəki hansı geyimi sən xoşlayırsan, öz partnerinə deyir. Burada sizin partneriniz, sinif yoldaşınız ola bilər təbii ki. For example, I like jeans. I love the shoes. I hate, for example, sneakers, idman ayaqqabıları. Burada nəyi bəyənib, nəyi bəyənmədiyinizi burada təsvir edildiyi kimi yaza bilərsiniz və yaxud da danışa bilərsiniz. Find the odd and out. Yəni fərqli olanı seçməliyik. Məsələn, jeans, pants, sweatshirt. Burada fərqli olanımız olacaq sweatshirt. Çünki pants də, jeans də şalvardır, amma sweatshirt köynəkdir. T-shirt, sneakers, shirt. Baxaq, t-shirtlə shirt hər ikisi köynəkdir, sneakers isə ayaqqabıdır. Shirts, jacket, sweatshirt. Deməli, burada fərqli olan shorts olacaq. Çünki jacket də, sweatshirt də yəni üstə geyinən köynəklərdir. Daha doğrusu geyimdir. Sports isə ayaqqabıdır. Shorts isə daha doğrusu shortsdır. Jacket, pants, shorts. Deməli, jacket burada fərqli olacaq. Çünki niyə görə? Şalvar və shorts alt hissə geyimidir. Jacket isə yəni kurtka üst hissəmizə geyinilən bir geyimdir. Shoes, sneakers, shirt. Burada olacaq fərqli olan shirt. Çünki niyə shoes və sneakers ayaqqabıdır. Ayağa geyinirik. Shirt isə köynəkdir. Onun səbəbdən fərqli olan shirts olacaq. Use it. Copy the chart to your notebook. Write the names of clothes you wear in the chart. Then tell your partner. Clothes I wear at school, clothes I wear on weekends. Deyir ki, hansı geyimləri sən evdə geyinirsən, hansı geyim evdə deyəndə ki, yəni weekend, on weekends. Yəni həftə sonları geyinirsən, hansı geyimləri sən at school, məktəbdə geyinirsən. For example, siz deyə bilərsiniz ki, I wear sneakers, for example. I wear sneakers. Yazaq. Sneakers at school tutaq ki. Daha sonra həftə sonuna geyinirsiniz. Yaza bilərsiniz ki, I wear t-shirt on weekends. Bunu bu şəkildə cümlələr yazaraq bir neçə cümlə yaza bilərsiniz. Mən indi ardın gətirmirəm. Eyni stildə cümlələrdir. Sadəcə nəyi geyimləri dəyişirsiniz. Məktəbdə nə geyinirsinizsə onu, həftə sonu nədən istifadə edirsinizsə geyim olaraq onu o şəkildə yaza bilərsiniz. What are your favorite clothes? Tell your partner. Sənin sevimli geyimin nədir? Öz partnerinə de.
Burada sizin zövqünüzə qalıb hansı sevimli geyimdirsə, siz həmin geyimi öz partnerinizə, yəni sinif yoldaşınıza bu şəkildə deyə bilərsiniz ki, My favorite clothes are my sneakers and sweatshirt. Yəni mənim sevimli geyimlərim idman ayaqqabısı və sweatshirt, yəni qalın yun köynəkdir. Devam edirik. Reading bölməsinə gəldik. Reading bölməsində təbii ki, ilk öncə nə edəcəyik? Readinglərimizi edəcəyik. Daha sonra isə qayıdıb burada birinci və ikinci tapşırıqları yerinə yetirə bilərik. Baxaq ilk öncə reading buna. Hey Jordan, what's up? Salam Jordan, necəsən? Nə var, nə yox mənasında. Hi Nick, I'm at the mall with my dad and my sister. Salam Nick, mən moldayam, anam və atam ilə. My dad is getting a shirt for work and sweatshirt for the weekend. Mənim atam getting yəni almaq deməkdir, əldə etmək deməkdir. Alır bir shirt, köynək for work, iş üçün və bir sweatshirt isə həftə sonu üçün. My sister is getting a sweatshirt too. Mənim bacım da həmçinin sweatshirt alır. They are buying the same one. Onlar eyni şey alırlar, yəni eyni birini alırlar. I'm buying a new pair of jeans and new t-shirt. Mən isə yeni bir jeans və qısa qol köynək alıram for Jackson's party. Jackson'ın partisi üçün. Why? You have lots of shirts. Niyə? Sənin çoxlu t-shirtlərin var. You are right. Sən haqlısan. I am not buying it. Mən almıram. I'm in the store. Mən indi mağazadayım. But it's closing now. Amma indi bağlıdır. Where are you? Sən hardasan? I'm at home. Mən evdəyəm. I'm looking at my clothes for the party. Mən parti üçün öz geyimlərimi baxıram, yəni geyim axtarıram ya da baxıram. I like to brown pants. Mən qəhvəyi şalvar xoşlayıram, but I'm not wearing my favorite white t-shirt. Amma mən öz sevimli ağ t-shirtümü geyinməyəcəm. I am not wearing. Geyinmirəm. Why not? Wait, what about a black t-shirt? Niyə də yox? Gözlə, bəs qara qısa qol köynək? I don't have one. Mənim, yəni qısa qol köynəyim yoxdur. Ondan biri yoxdur. I have one. Məndə biri var. Wear it to the party. Sən onu partiyə geyin. Cool. Əla, thanks Jordan. Təşəkkürlər Jordan. I am wearing my black jacket and my sneakers. Mən geyinəcəm, yəni mənim qara cəketimi və mənim idman ayaqqabılarımı. I'm not wearing my sneakers. Jordan da deyir ki, mən öz idman ayaqqabılarımı geyinmirəm. I'm wearing my blue shoes. Mən geyinirəm mavi ayaqqabılarımı. Come to my house after soccer club to go to the party. Deyir ki, futbol oyunundan sonra, futbol klubundan sonra sən mənim evimə gəl və partiya getmək üçün. Oxuduq, tərcümə etdik. İndi isə baxaq birinci suala. Look at the page and answer the question. Check the correct answer. Doğru cavabı çek eləməliyik. What type of of text is this? Yəni nə tipdə bir tekst idi bu? A cell phone dialogue between two friends. Telefon görüşməsi idi iki dost arasında. An online blog post. Təbii ki, bir online blog post değildi. Bu bir diyalog idi telefon vasitəsilə iki dostun arasında. What's the relationship between the two people? Necə bir əlaqə vardır bu iki insan arasında? They are brothers. Onlar qardaşlar. They are friends. Onlar dostlar. Təbii ki, onlar dost idilər. Devam edirik. Look at the emojis in text. Draw the emoji for each adjective. Deyir ki, tekstdəki emotion, yəni emojilərə baxın və onların necə bir olduğunu draw the emoji çəkməliyik daha doğrusu. Sad bir emoji. Burada sad emoji hardadır? Buradadır. Yəqin ki, budur. Bunu necə çəkəcəyik? Yəni, rəsmdə heç də yaxşı deyiləm. Üzgün belədir deyəsən. Uşaqlar, mən rəsm çəkməkdə heç də yaxşı deyiləm. Ona görə good, good olacaq adi sadə. Yəni belə olar da yəqin ki. Think, düşünür. Düşünmək necədir? Baxaq. Bax, düşünmək də budur. Gözləri yuxarı baxır. Bunu necə çəkəcəyimi bilmirəm. Düşünür. Bu şəkildə tamamladıq. Devam edirik. Read the text again, then complete the text below with the correct words. Aha. Teksti yenidən oxumağımızı və boş
hissələri düzgün sözlərlə doldurmağımız istənilirkən, baxaq. Jordan is at the mall with his dad and his sister. Nick is at, Nick deyəsən evdə idi, səhv etmirəmsə. I'm at home, bəli. Nick is at home. They are talking about, nə haqqında danışırdılar? About kimin, for Jackson's party, bəli. Jackson's party. Jackson's party. Jordan is in a, deməli Jordan hardadır baxaq. Deməli Jordan is in a but doesn't buy mall, but he doesn't buy he lots of them. Nə almırdı? O deyəsən t-shirt almırdı. T-shirts, bəli. T-shirt. Çünki onda çox var idi t-shirtlər. Because he has lots of them. Bəli, onlardan çox var. Onun üçün Nick is wearing brown. Brown nə geyinirdi? Baxaq bircə dəqiqə. Nick nə geyinirdi? I'm looking but I'm not wearing my brown pants. Bəli, pants yazırıq. Jordan's wearing. Jordan is wearing de təbii ki burada bu izin salınmışıdır. Jordan is wearing t-shirt and jacket. Defa Jordan isn't wearing sneakers idi, səhv eləmirəmsə. Sneakers. Isn't wearing. Baxaq. I'm not wearing my sneakers. Bəli. Davam edirik. Language in context, present progressive. Bu bölmədə biz deməli present progressive, present continuous-da gedir bunun adı. Hər iki formada da qarşınıza çıxa bilər. İndiki davam edici zamanı keçəcəyik. İndiki davam edici zaman söhbət anında baş verən hərəkətləri də istifadə edirik biz bu zamanı. Nə deməkdir söhbət anında baş verən hərəkətlər? For example, tutaq ki biz sizlə danışırıq, deyirik ki telefon görüşməsi edirik və yaxud da hər hansı bir şeydən danışırıq. Deyirəm ki, tutaq ki mən indi çay içirəm. Bunu qurmaq üçün, yəni mən indiki davam edici zamanda bu sözü qurmaq üçün nədən istifadə etməliyəm? Bunun bir düsturu var. Düsturumuz necədir? Subject üstəgəl am, is, are, üstəgəl verb, ing. Yəni, subject bizim olacaq mübtədamız. Mübtəda üstəgəl əmzar, üstəgəl feylə ing artırmaqla biz həmin formanı düzəldə bilirik. İndi bu dəqiqə dediyim cümləni, mən indi çay içirəm cümləsini necə yaza bilərik? Subjectim nədir? Mən yazıram I. I ilə hansı to be forması işlənir? Am yazıram am. Üstəgəl feil. Feilim nədir? İçmək, drink. Drink. Üstəgəl ing olacaq drinking. Nə içirəm? Çay. I am drinking tea now. Mən indi çay içirəm. Yəni bu present continuous forması, zaman forması bu şəkildə düzəlir. He, she isə təbii ki is olacaq. Cəm isimlər isə təbii ki are olacaq. Yəni bu sizin istifadə etdiyiniz mübtədaya görə əmizar forması təbii ki dəyişir. Bunu artıq yəqin ki bilirik. To be feillərini öyrənəndə bu formanın deməli bunu öyrənmişik ki, hansı şəxslərlə am işlənir, hansı am zaten A ilə işlənir, o sözsüz. Hansı izlə işlənir, hansı A ilə işlənir, bunu yəqin ki dəqiq bilirik. İzin burada he, she'in yerinə təbii ki bir ad da verilə bilər. For example, necə deyərik? Tutaq ki, deyirəm ki, Sarah kitab oxuyur. Sarah hansı cinsə aiddir? Qadın cinsinə she-yə aiddir. She-də nə işlənir? Is. Yazıram is. Nə edir? Sarah nə edir dedim. Oxuyur dedim. Cümləm yadımdan çıxdı. Axır oxuyur dedimsə reading. Reading a book. At the moment, for example. At the moment. Sarah is reading a book at the moment. Bu şəkildə, yəni baxacaqsınız. Mübtədamız hansıdırsa, nədirsə ona uyğun to be feilini və sonra da feilin sonuna da ing artırdınızmı? Bu struktur, bu cümlə quruluşunuz tamamdır. Deyəcəksiniz, sual və inkarı necə düzəlir? Təbii ki, bu əmzar varsa, sual və inkarlar da əmzarın özü ilə düzəlir. Suallarda is keçir Sarahdan əvvələ, yəni şəxsən əvvələ, əm keçir şəxsdən əvvələ.
Am I drinking tea now? Mən indi çay içirəm. Və yaxud da is Sarah reading a book at the moment? Sarah indi kitab oxuyur. İkimisindən düzəldə bilirik. İnkarda da təbii ki isin sonuna, əmin sonuna, arın sonuna not əlavə eləməklə inkar formanı asanlıqla yarada bilirik. Bu da bizim oldu present progressivimiz, yəni present continuous indiki davam edici zamanımız. Bəs yaxşı, indiki davam edici zamanın göstəriciləri hansılardır? İndiki davam edici zamanın göstəriciləri bayaq yazdığım now, at the moment, at the moment, at present, still, now-nu yazdıq. Bir də ki, əgər cümləmiz feillə başlayırsa, məsələn, look, be careful, bu hərfidir. Be careful, listen. Yəni bunun kimi feillərlə, ümumiyyətlə feillə başlayırsa, deməli həmin cümləmiz present continuous olacaq. Nəyə görə? Gəlin onun izahını verim. Tutaq ki, özünüzü heyvanat bağçasında bir zooparkda təsəvvür eləyin. Valideyniniz deyir ki, tutaq ki, deyirəm Sarah, listen və yaxud da look Sarah. Look, be careful Sarah. Dikkatli ol Sarah. Və yaxud da look Sarah. Bax Sarah. The monkey is climbing the tree. Climbing the tree deməli meymun ağaca dırmanır. Bax, meymun ağaca dırmanır. Deməli mən orada Saraya look deyəndə, bax deyəndə meymun ağaca dırmanmaqdadır. Düzdürmü? Və yəni həmin hadisə o anda, söhbət anında davam etdiyinə görə biz cümləni feillə başlayanda mütləq ondan sonraki cümləni, yəni həmin cümlənin davamını present continuous-da verməliyik. Buna bütün feillər təbii ki, daxildir. Be careful-dur, listen-dır, look-dur, yəni hər şey ola bilər. For example, bir dənə də bir məsəl gətirim ki, siz üçün daha aydın olsun. Tutaq ki, məktəbdən gəlirsiniz, evdə bacı, özünüzdən balaca bacı və yaxud da qardaşınız var, körpədir. Mamavız onu yatırır və siz də məktəbdən gəlirsiniz, hay-küy ilə içəri girirsiniz. Mama da deyir ki, be careful, ehtiyatlı ol. Your sister is sleeping now. Sən bacın indi yatır, sakit və yaxud da şşt də deyə bilər. Baxın belə cümlə belə də başlaya bilər. Şşt. Your sister is sleeping now. Sən bacın indi yatır, sakit ol. Bu formada, yəni bizə birinci cümlədə feil gəlir. Və feil gəlirsə deməli ki, cümləmiz indiki davam edici zamanda olmalıdır. Çünki bacı hal-hazırda yatmaqdadır. O iş orada davam eləyir. Davam etdiyinə görə də biz nədə verəcəyik? Present progressivdə, yəni indiki davam edici zamanda. Qaydamız bundan ibarətdir. Əsas nəyi öyrənməlisiniz uşaqlar? Burada zaman göstəricilərini yaxşı öyrənin. Cümlənin feillərlə başlamasının, onun continuous olduğunu bildirməsini öyrənin. Necə qurulur, onu öyrənin. Sualın, inkarın sizin qayda artıq olacaq cibinizdə. Və əsas burada nədir sizə demək istədiyim? Zamanları öyrənərkən çalışın onların zaman göstəricilərini birlikdə öyrənəsiniz. Çünki siz artıq yuxarı siniflərə qalxdıqca bir neçə zaman daha da öyrənəcəksiniz və testlər işləyəndə qarışıq zamanlardan testlər düşəndə siz artıq hansı testdə nəyi yazmalı olduğunuz həmin zaman göstəriciləri nəticəsində olacaq. Çünki zaman göstəriciləri bizim həmən cümləni hansı zamanda olduğunu bildirir bizə. Bu səbəbdən də ən birinci öyrənməli olduqlarınız zaman göstəriciləridir. Belə, davam edirik chartımıza. Deməli, they are buying. Burada he is not getting deyil. He is affirmative-də he is getting olacaq yəqin ki. Wearing, not buying, bəli. She is getting, yenə getting. Not getting deyirsə, bəli. It is closing. Bu şəkildə cümlələri tamamladıq, davam edirik. Deməli, gəlin baxaq 2-yə. 2-də nə deyir? Ümumiyyətlə, bu tapşırıqda nə deyir? Make sentence, cümlə qurmalıyıq. Affirmative və negativ formada cümləmizin mübtədası olacaq Mark. Mark tək şəxs olduğuna görə nə işlənəcək? Hansı to be forması işlənəcək? Is təbii ki. Is wearing. Is wearing. Wear geyinmək feilimiz. Üstəgəl ing wearing. Blue
Shorts. Daha sonra ım, bir dəqiqə. Hə, həm təsdiqdə yazmalıyıq, həm inkarda. She is not wearing. Aha. She is not wearing black shorts. O geyinməyib qara şortik. Üçə baxırıq. Birinci o cümləmiz olacaq inkarda. İnkarda isə isn't sonuna not gəlirik. Olur qısaldılması isn't. Isn't wearing t-shirt. She is wearing red shirt. Emil yazırıq. İlk öncə Emil də tək şəxsdir. Deməli is. İnkar varsa isn't wearing blue jeans. Daha sonra he is wearing white jeans. Yenə ana. Təsdiqdədir. Təsdiqdə isə is wearing white sneakers. Sneakers. She is wearing. She is not olmalı bir dəqiqə. Birinci cümləmiz təsdiqdədir. İkincisi inkarda olacaq. Not wearing. Belə tamamladıq. Nick and Jordan are at Jackson's party. What are they wearing? Make sentences. Deməli, deyir ki, Nick and Jordan Jackson'ın partisindədirlər. Onlar nə geyiniblər? Cümlələr qur. Cümlə yarat. İlk öncə təyin edək hansı Nick idi, hansı Jordan idi. Bir dənə buna baxaq, çünki yadımdan çıxıb. Deyir ki, I like brown pants. Bunu kim deyir? Jordan deyir. Düzdür. Hey Jordan, what's up? Yox, bunu Nick deyir. Deyir ki, yox, Jordan deyir. Bu deyir də. Aha. Brown pants. Nick brown pants geyinib. Qəhvəyi şalvar geyinib. Aha, bu olacaq Nick. Bu da olacaq Jordan. Jordan blue t-shirt geyinirdi. Dəqiqləşdirək bir dənə. I'm not wearing sneakers. I'm wearing blue shirts. Come to soccer club. Aha. Deməli, Jordan deyir ki, mən sneakers geyməyəcəm. Gəlin baxaq. Bəli, geyimləyib. Görürsünüz, sneaker Nickdədir, Jordanda isə adi shoesdur. Aha, başlayaq onların nə geyindiyi haqqında cümlələr qurmağa. Bəli uşaqlar, mən burada Nick'in və Jordan'ın nə geyindiyini yazdım. Üst hissədə glasses da yazdım Nick üçün. Yer çatmadığına görə istəsəniz siz də qeyd edə bilərsiniz. Gəldik listening and vocabulary bölməsinə. Deməli, nə etməliyik? İlk öncə baxmalıyıq. Match the sentences 1-6 images EF. Cümlələrdən 1-dən 6-ya qədər olan cümlələri A-dən F-ə qədər olan şəkillərlə birləşdirməliyik. Gəlin baxaq. Bir də deyir ki, she is wearing hat and glasses. Hat and glasses geyinən burada 2 qız da var. A-də daha doğrusu 3 qız var. Daha sonra she is wearing skirt and socks. Skirt yubka və socks budur. 2-dir bu. She is wearing dress and glasses. Dress and glasses. Bu olacaq 3. Daha sonra she is wearing glasses, a hat, jeans and a top. She is wearing glasses, hat, jeans, a top. Məncə bu 4-dür. Baxın bu qızdır. She is wearing jacket, jeans, a hat, jacket, jeans, a hat. Məncə bu qızdır. She's wearing black boots. Black boots deyirsə o da bu qızdır. Coat and black hat. Bu da olacaq 6. Bu da oldu 2. Yo 2 yox. She's wearing hat and glasses. Hat and glasses bu 1 olacaq.
Belə tamamladıq. Davam eləyirik. Put the letters correct order by close words, then listen, check and repeat. Burada sözlər səhv verilib, hərflərin yeri səhv verilib. Biz onları düzgün şəkildə yazmalıyıq. Gəlin başlayaq. Bəli, uşaqlar, mən sizin üçün burada qeyd etdim. Boots, dress, socks, coat, hat, skirt and glasses. Look at the mates exercise in exercise 1 and listen to the dialogue. Who is Sergio's sister? Complete the sentence. Sergio's sisters and picture. Aha. Və buradakı dinləməni ilk öncə biz etməliyik və Sergio's sister hansıdır? Yəni hansı qız orada təsvir olunub, ona baxıb yazmalıyıq ki, burada hansı xanım qızımız təsvir olunub. Uşaqlar qeyd edib ki, dinləmədə biraz problem var. Bilmirəm, keçən dərsləri xatırlayırsınızsa, mən dinləməni axıra qədər dinləyə bilmirdim. O səbəbdən özüm dinləyəcəm və hansı şəkildəki qızdan söhbət gedirsə, onu burada qeyd edəcəm. Bəli, uşaqlar, mən dinləməni etdim və söhbət bu gözəl xanım qızımızdan gedir. C variantındakı, C şəklindəki qızımız Sergius'un bacısıdır. Və daha sonra deyir ki, dinləməni yenidən edin və düzgün cavabları seçin. Siz dinləməni istəsəniz, saytdan yenidən edə bilərsiniz. Mən isə düzgün cavabları burada qeyd edəcəm. Sergio's sister is wearing, yoxsa not wearing a hat. Baxırıq, burada dinləməyə belə ehtiyac yoxdur. Əgər C variantındakı xanımdan söhbət gedirsə, deyir ki, hat geyinib ya da geyinməyib. Təbii ki, is wearing olacaq, çünki o hat geyinib. Carlos is wearing or not wearing glasses. Burada deməli Carlos'dan gedir söhbət ki, o is wearing yoxsa yəni geyinib yoxsa geyinməyib glasses. Dinləmədə deyir ki, Carlos geyinməmişdi. Not wearing glasses olacaq. Yəni bizdə taxmaq deyirlər, eynək taxmaq, amma orada elə wearing-lə, wear feili ilə gedir. Carlos is wearing yoxsa not wearing coat. Dinləmədən eşitdiyim qədərilə is wearing a coat olmalıdır. Daha sonra isə deyir ki, Sergio's sister is waiting, not waiting Sergio by the cafeteria. Onu kafeteriyada not waiting gözləmirdi. Dinləməyə əsasən təbii ki, bu cavabları biz yazırıq. Davam edirik. Language in context. Complete the question and answer and answers from the dialogue in the chart. Use the words below. Aha, deməli deyir ki, sual və cavablara görə chartı tamamlayın. Present progressive, bayaq dediyimiz indiki davam edici zamandan söhbət gedir. İndiki davam edici zamanda short answer, qısa cavablar verəndə yes, I am, no, I am not, yes, she is, no, she isn't şəklində verə bilərik. Deməli, baxırıq şəxsimizə cümləni qurmamışdan qabaq. Şəxsə baxıram you'dur. You'dursa onun sualı nə ilə olacaq? Are you wearing your glasses? Sən deyir, eynəklərini geyinmisən. Cavabında isə yes, you are ya da no, you are not. Are we waiting by the library? Are they meeting in the cafeteria? Yes, we are. Yes, they are. Yenə həmçinin yes, they are not. Və yaxud da yes, we are not şəklində cavab verə bilərsiniz. Is wearing jeans? Deməli, yes, is he wearing jeans? O, deməli, jeans geyinir. Yenə burada həmçinin cavabı veririk. Baxıram, burada şəxsimiz she'dir. Deməli, is she waiting for me? Gözləmək olacaq burada. Waiting for me in the cafeteria. Yenə burada da cavabları inkar və sual, təsdiqdə daha doğrusu cavablaya bilərsiniz. WH questionla da yenə həmçinin WH questionlar həmişə əvvəldə gəlirlər. What are you wearing olar yəqin ki, çünki deyir ki, top and socks. Aha, what are you wearing? Wearing, sən nə geyinirsən, nə geyinmirsən? I am wearing my jeans, a green top and green socks. Gəldik ikinci tapşırığa. Ask question and answer with the words below. Deyir ki, birinci sual ver, daha sonrası onun cavabını. Deməli deyir ki, Julia go to bed, do her homework. Julia yatmağa getmir, o öz ev tapşırıqlarını edir.
Julia təkdə olduğuna görə sualımız başlayacaq is ilə. Is Julia going to bed? Sual veririk. Ə, Deməli, Julia yatmağa gedir bu formatda. Sualımızı veririk. Ə, Cavabımız isə no, she isn't. Yatmağa getmir. Çünki nəyə görə? Yanında X görürük. Baxın, mötərizədə X var. Deməli, nə yazmalıyıq? İnkarda. No, she isn't. She is doing her homework. Bu şəkildə cümləni tamamlayırsınız. 3-ə gəldik. 3-də baxıram Tom and his dad. Baxın, 2 nəfərdir. Bir Tomdur, bir də onun atasıdır. Tom və onun atasıdırsa, deməli cəmdədir də, düzdürmü? Cəmdədirsə biz suala nə ilə verəcəyik? Təbii ki, R-la verəcəyik. Gəlin başlayaq. R, buradan yazaq, biraz uzun olur. R, Tom and his dad. His dad playing soccer. Sual veririk. Yenə cavabımız inkarda olacaq. İnkardadırsa yazırıq no. Və baxın, biz bütün cəm şəxslər, cəm isimlərin ümumiyyətlə hamısını D şəxs əvəzliyi ilə əvəz elədiyimizə görə şəxs əvəzliyi olaraq burada D yazacaq. Çünki cəm şəxsdir. Tom və onun atası 2 nəfərdir. Cəm sayılırlar. No, they aren't. Nöqtə. They are playing video games. Belə, bu şəkildə cümləmizi tamamladıq. İndi gəlirik 4-ə. 4-ə baxırıq. Yenə Carlos hansı, necə, daha doğrusu isimdir, tək isimdir. Tək isimdirsə is Carlos buying jeans. Sual veririk. Yenə cavabımız inkardadır. No, he isn't. He niyə yazdıq? Çünki Carlos kişi cinsindədir. He is looking at t-shirts. Belə. Daha sonra baxırıq Emma, Joe and Liz have dinner, lunch. Burada cümləmizi necə quracağıq? Baxırıq Cemma nə idi? Emma, Joe and Jean bir neçə nəfərdilər, düzdürmü? Deməli, sualımız nə ilə olacaq? R-la. Emma, Joy and, burada vergül də qoydum, and də yazdım. Biraz düz olmadı. Siz vergülü yazmazsınız. And Liz have desə having dinner. Sual. Cavabım inkardadır. No, they aren't. They are. They are neynirlər? Having lunch. Having lunch. Belə bu cümləmizi də tamamladıq. Növbəti tapşırığımız olacaq 3. Ask a question and answer them for you. Deyir ki, sual ver və cavab ver. Sənin üçün suallara cavab verəcəksən, sənə uyğun olan şəkildə. Gəlin başlayaq. Bu sualları verək və cavablarını yazaq. Bəli, uşaqlar, gəlin ilk sualı səsləndirik. What are you wearing? Sən nə geyinirsən, nə geyinmirsən? I am wearing a black t-shirt, blue jean and white sneakers. Mən geyinmişəm qara qısa qol köynək, blue jeans və ağ sneakers, yəni idman ayaqqabıları. What's your teacher doing? Sənin müəllimin nə edir? My teacher is explaining the lesson. Mənim müəllimim dərs izah edir.
What's your best friend doing now? Sənin ən yaxşı dostun indi nə edir? My best friend is studying at home now da bura yaza bilərik. Now. Belə uşaqlar bu tapşırığımızı da yerinə yetirdik. Dördüncü tapşırıq bu qruplarla işdir. Yəni bu sizin dərsdə, sinifdə işləməyiniz lazımdır. Bunun bizdə, yəni belə deyək də, izahda veriləsi bir şeylər deyil. Çünki hər kəs öz qrupu ilə işləməlidir bu tip tapşırıqları. O səbəbdən onların izahı verilmir təbii ki. Belə uşaqlar, bugünlük bu qədər. Növbəti izahlarda görüşənədək hələlik.